Allah'ım. Görürsəniz izləyicilər, bu da bizim küçələr. Biraz yağış yağan kimi yerlər sürüşkən olur. Bəs agahlı qurumlar hara baxır? Gəlin mütləq kimsə sürüşsün, yıxılsın, qol qışı sılsın, ondan sonra nəsə eləsinlər. Hə? Tədbir sonra görsünlər. Bax, budur bizim reallıq. Bax, camaat yıxılıb, ayağını qırıb, ayağı sürüşüb, sumkası düşüb ön yerə. Sən durub videoya çəkirsən. Ayda, mən sizi paylaşacağım. Mən səni paylaşacağım. Mən səni biabır eləyəcəm. Xan, adınız nədir xan? Eləyəcəm təqdim. Yox, mən sizi şikayət edim. Xan, bir daha bana baxın. Xan, telefon yığışdır. Gözlə, sən yığışdır. Sən yığışdır. Yerdə asfalta baxın. Baxın. Xanım da çəkir, baxın əzizləyəcək. Sən çəkirsən hep ayaqdan, kömək eləmək yerinə sən çəkirsən. Belə insanlara görə, belə insanlar əziyyət çəkir. Baxın, mən əsəbləşirəm, mən çəkə bilməyəcəm. Ayağınız qırıldı da. Qəhrəman, özünə, ay bala bir kömək elə, bir əlini tut, qaldır. Bu nə deməkdir? Qardaş, siz yıxılmısınız. Ayağımız ağrıyır, sizin ayağımız ağrıyır. Qırılıb bu. Xanım. Bilmirsən yenə yıxılıb, niyə kömək eləmirsən ona? Yox, kömək eləyənmərəm. Budur qardaşlar, budur bax. Budur, hələ Wi-Fi şəhərdə yoxdur, pulsuzdur. Ay, bura nə qədər megabayt lazımdır, nə qədər, nə bilim, hələ pulsuzdur. Kimsən qardaş sən? Hani siz kimsiniz? Adınızı deyin. Sən kimsən qardaş? Yox, bir dəqiqə, adınız soyadınız. Adım yoxdur mənim qardaş. Kömək eləyin. Adınız soyadınız. Fəxrəddin İsrafilov. Ha. Sağ ol Fəxrə. Baxın ay millət, baxın qardaşlar, baxın. Hamı çəkir, paylaşır, video, Instagram, TikTok. Amma bir adam kömək eləmir bu yazıq insana ya. Vay. Qardaşlar, baxın. Kömək elə qardaş. Qardaş, bir dəqiqə. Xanım, bir dəqiqə. Nədir? Bir dəqiqə. Qardaş, ayağımız ağrıyır. Bir daha baxın. Ola neyinirsən? Kömək elə də. Elə də qardaş, elə də. Çəkirsən qardaş, çəkirsən. Narahat olmayın, mən Çəkirsiniz biabır xanım. eləyəcəm. Xanım, Mən bu çəkirsiniz. ikisini- Gözdərsən, sən Bir gözdər. dəqiqə, xanım, çəkirsiniz. Çəkirəm, sizin ikinizi də biabır eləyəcəm. Mən də çəkirəm. Narahat olmayın dayı. Baxın. Gözləyirsiniz. Baxın. Gözləyin.